İnşallah bugünkü dərsimizdə Rü'yətullah mövzusunu oxuyacaq. Yəni Allahın cənnətdə görülməsi. Bu dünyada Allahın görülməsi mümkün deyildir. Çünki Allah ayətə lən tərani buyurmuşdu Musa Aleyhisselama. Sən məni görə bilməzsən. Amma İslam əqidəsində, Əhl-i Sünnə əqidəsində budur ki, Allah cənnətdə görüləcək. Bismillah deyib başlayaq Allahın izi ilə. İslam əhlinin Darüssəlam, yəni cənnətdə Allahı görmələri məsələsinə iman bir vəhmlə, yəni düşüncə ilə, xəyalla qəbul edənlərin və bir anlayışla, fəhmlə, belə deyək, dərk etməklə anlamaları, buna bu şəkildə yozun verənlərin buna olan imanları səhih olmaz. Bu deyilənləri inşallah şərh edir İmam Tahavi. Qeyd edir ki, Allah Teala Darüssəlam deyərkən cənnəti nəzərdə tutur. Vallahu yəd'u ilə Darüssəlam. Allah əmin-amanlıq yurduna, yəni cənnətə çağırır. Cənnətin Darüssəlam adlandırmasının iki səbəbi vardır. Onlardan birincisi, salam adının uca Allahın adlarından biri olması və cənnəti məth etmək üçün bu şəkildə adlandırılmasıdır. Allahın adından biri salamdır. O bu şəkildə cənnəti məth etmək üçün də Darüssəlam deyilmişdir. Salam yurdu. İkincisi budur ki, cənnətə daxil olan hər kəs dünyada baş verən bəlalardan, eyiblərdən və naqisliklərdən salamatdır. Bu səbəbdən onun mənası əminamanlıq yurdudur. Yəni salamatlıq yurdudur, əminamanlıq yurdudur deyə Darüssəlam deyilmişdir. Bundan başqa digər səbəb odur ki, cənnətdə bol-bol salam verildiyinə görə belə adlandırılması mümkündür. Necə ki, Allah Teala buyurur, لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا İllə qalilən sələmən sələmə. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər, ancaq salam sözlərini eşidəcəklər. Həmçinin mələklər də onlara salam verərlər. Selamun aleykum dıbtum. Sizə salam olsun. Xoş sizin halınıza. Təmizsiniz, paksınız siz deyə. Bu səbəblərə görə də Darüssəlam cənnətə bu şəkildə adlandırılmışdır, deyir İmam Tahavi. Digər məsələ isə burada Allahı görməni vəhmlə düşünənlərin bu barədə imanları doğru deyildir. Çünki vəhim cüzi olaraq təsvir olunanın üzərində olar. Yəni, kim ki deyir ki, Allah vəhimlə, yəni xəyalla bilinəcəkdir, görüləcəkdir deyirsə, xəyali şəkildə bu gerçəkləşəcək deyirsə, bu doğru deyildir. Təsvir olunanın surəti hisslərdə müşahidə olunur. Çünki vəhim yalnız maddə olan qeyri-mücərrəd cüzi varlıqları dərk edə bilir. Yəni, Allahı xəyali olaraq təsəvvür etmək, o ancaq cisimlər haqqında biz nəyisə xəyal edə bilirik. Cisim olmayan varlığı xəyal edə bilmərik. Bu isə Allah Teala barədə qeyri-mümkündür. Bu məna ilə görməni mümkün sayan kəs Allahı görməni batil etmiş və ona iman etməmişdir. Eyni şəkildə Allahı fəhmlə, yəni bir anlayışa görə, dərk edərək görən kəsin imanı səhih deyildir. Çünki Allah Quranda buyurur ki, gözlər onu dərk etməz ayəti. Açıq aydın bir ayətdir. Gözlər onu dərk etməz. Allahı bizim bir şeyi dərk etmək necə olur? Uşaq adətən, məsələn, isti şeyə əlin vurur, bilmədən vurur. Çünki onu dərk eləmir. Amma onu dərk eləyəndən sonra ki, istidir, adamın əlini yandırar, qaynar şeylər adamın əlini yandırır, o insana belə təsir vardır. Ondan sonra artıq dəymir. Bizim Allahı da fəhm etməyimiz qeyri-mümkündür. Ona görə biz Allahı dərk edə bilmərik. Ayə də bu şəkildə deyir. Çünki fəhm ağlın düşünərək mövzunun mahiyyətini anlaması ilə olur. Ağlın Allaha aid edilən mənanı dərk etməsi imkanı yoxdur. Ağıl və fikir uluhiyyətin, yəni ilahlığın həqiqətini öyrənməkdə çaşıb qalar, onu dərk etməkdə çəkinlik çəkər.
Ona görə də İmam Tahavi demişdir ki, görməyə inanmaq ancaq və ancaq istər vəhmlə, istərsə də fəhmlə olsun, təvili tamamilə tərk etməklə Allahı görmənin keyfiyyətinə, yəni necəliyinə təslim olmaqla səhih olur. Çünki rububiyyət ağılla idrak ediləcək mahiyyətdən, vəhmlə əldə ediləcək keyfiyyət və kəmiyyətdən, yəni necəlikdən müləzzəhdir. Biz Allahı nə vəhmlə, nə də fəhmlə idrak edə bilərik. Çünki bu cür mövzular da qarşımıza çıxdığı zaman necə ki, biz öncəki dərslərimizdə oxuduq ki, Quranda yəd kəlməsi keçir, əl mənasına gəlir, vəcih kəlməsi keçir, üz mənasına gəlir, ayn, göz mənasına gəlir. Bunlar bu qarşımıza çıxdığımız zaman Allah haqqında biz nə edirik? Həm tərcümə etmirik, həm də mənasını Allaha həvalə edirik. Odur ki, İslam əqidəsində bu vardır ki, axirətdə Allah görüləcək, amma necəliyi barəsində artıq biz o məsələlərə girmirik. Çünki bizim ağlımızın anlayacağı bir şey deyildir. Biz bunu hansı dəlillə əsasən söylərik? Musa aleyhisselam Allahı görməsini istəmişdir. Demək ki, və demiş ki, Rabbi ərini fənzur ileykə. Rabbim, ya Rabbi, məni görsət, sənə baxım. Demək ki, bir Peyğəmbərin belə bir sual verməsi, onu görsədir ki, demək ki, Allah görüləcək ki, Peyğəmbər də belə bir sual verib. Amma Rəbbimiz ayədə buyurur ki, lən tərani, sən məni görə bilməzsən. Alimlər deyirlər ki, o lən ifadəsi, yəni əsla görə bilməzsən deyildir. Yəni, dünyada görə bilmərsən, amma axirətdə görüləcək. Çünki buna dair də hədislər də vardır. Allahın axirətdə görülməsinə dair. Çünki Allahı görmənin və aləmlərin Rəbbinə nisbət edilən hər bir mənanın yozumu, təvili tərk etmək və təslimiyyətdən ayrılmamaqdır. Bütün Peyğəmbərlərin dini sadəcə bu hal üzrədir. Yəni, bu cür məsələlərdə ancaq təslim olmaq, təvil eləmək, yozumuna getmək, işi dərinə getmək, bu müsəlmanlığın yolu deyilir. Peyğəmbərlərin də yolu bu şəkildədir ki, sadəcə bu məsələlərə təslim olarlar. İman deyib keçərlər. Mötəzilə tarixən mövcud olan batil firqələrdəndir. Deyirlər ki, görmə ancaq görənlə görülən arasındakı uzaqlıq və yaxınlıq olmadan qarşı-qarşıya gəlməsi və nurun meydana gəlməsi ilə mümkündür deyərək təvil etmiş, bunun Allah haqqında mümkün olmayacağını söyləmişlər. Mötəzilə deyir ki, görmə sadəcə olaraq iki nəfərin, iki əşya qarşısında olduğu zaman görə bilərsən. İnsan sənin qarşında olduğu zaman görə bilərsən. Sənə yaxın olduğu zaman uzaqda olan əşyaları biz görə bilmirik. Həm yaxın olmalıdır, müəyyən məsafədə olmalıdır və bir də onun işığı sənin gözündə əksi olunmalıdır ki, sən onu görə bilərsən. Bir məsələni də qeyd edeyim ki, müasir elm, həmçinin İslam filosoflarından İbn Sina da deyir ki, hələ müasir elm deməmişdən öncə İbn Sina da deyir ki, biz əslində cisimləri görmürük. Bizim gördüyümüz işıqlardır. Məsələn, qarşımıza bir çox rəngləri görürük, düzümü? O rənglər əslində işığın o cisimə yansımasıdır ki, o cisim, məsələn, üzərimdəki köynək göy rənglər, düzümü? Bu köynək işığın müxtəlif bir neçə rəngi var. O rənglərdən sadəcə göyü qəbul etmir, uda bilmir, onu yansıdır. Ona görə biz onu göy rəngdə görürük. Məsələn, digər rənglər qırmızı da həmçinin, qırmızının məsələn o köynək özünə uda bilmir, onu yansıdır. Müasir elm də bunu deyir. Yəni, biz əslində cisimləri görə bilmirik. Bizim gördüyümüz sadəcə işığın o rəngləridir, o müxtəlif rəngləridir. Mötəzilər deyir ki, görmə ancaq bu şəkildə reallaşa bilər. Halbuki yozun verməyib Allahı görmənin əslini qəbul etsəydilər, inkara düşməzdilər. Yəni, çox dərinə gedib bu üçün məsələləri irdələməsələr, qəbul etsəydilər, çünki Quran və hədis də deyirlər ki, istər əşarilər olsun, istər maturidilər olsun, Allahın axirətdə görülməsi məsələsi həqiqətdir, lakin biz necəliyi barəsində biz danışa bilmərik.
Mötəzilə kimi də düşünə bilmərik deyilir. Peyğəmbərlərin dini yozumu tərk etmək və təslimiyyət göstərmək halı üzrədir. Allah Teala buyurur ki, ancaq Allahın haqq yolu doğru yoldur. Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq. Allah İbrahim Peyğəmbərin qissəsində buyurur ki, Rəbbi ona təslim ol dedikdə o, aləmlərin Rəbbinə təslim oldum demişdir. Bizə Peyğəmbərlərə tabi olmaq və onların yolunda olmaq vacibdir. Kim onların yolundan üz döndərmişsə, öz səfihlikləri ucbatından haqq yoldan çıxmışdır. Allah Teala buyurur ki, səfih olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Peyğəmbər sallallahu aleyhi ve sellem, Hənif İbrahim dininə tabi ol, o müşriklərdən deyildir ayəsi ilə İbrahimin dininə tabi olmaqla əmr olunmuşdur. Peyğəmbərlərin əksəriyyəti ümmətlərini İbrahimin sallallahu aleyhi ve sellem dininə tabi olmağa dəvət etmişdir. İbrahimin aleyhisselamın dininə tabi olmaq, əslində İslam dininə tabi olmaq deməkdir. Bu yolda təslimiyyətdən keçir. Bəzi mütəşabih ayələr qarşısında bizim yolumuz nədir? Mənasını Allaha həvalə etmək. Allah haqqında dərk etmədiyimiz məsələləri Allaha həvalə etmək, yozumu haqqında danışarıqsa xətalara yol verərik. Allahı görməni rədd edən və bənzətmədən çəkinməyən kəs zəlalətə düşər və tənzih məsələsində məqsədinə çatmaz. Kim ki Allahı görməni rədd edirsə və bənzətmədən çəkinmirsə, bu kimsələr Allahı düzgün şəkildə nöqsan sifətlərdən tənzih etmiş sayılmaz. Şəriətlə sabit olan Allahı görməni inkar edən ağla və nəqlə, yəni Quran və sünnəyə zidd olan bənzətmədən uzaqlaşmayan kəs haqq yoldan çıxmış və batilə uymuşdur. Mötəzilə və müşəbbihə məzhəbində olduğu kimi görməni və bənzətməni inkar edən şəxs Allah Taalanı tənzih məsələsində məqsədinə çatmamışdır. Nəticədə mötəzillələr Allahın zatını cisimləri gördüyü kimi görməkdən tənzih etdiklərinə görə onu görəcəyini inkar etdilər. Mötəzilər nə görə dedilər ki, Allah biz ahirətdə görə bilmərik? Çünki o bir cisim deyil ki, biz onu görə bilək dedilər. Mücəssimələr nə dedilər? Mücəssimə nədir? Allahı cism olaraq qəbul edənlər. Dedilər ki, Allahı görməni cisimləri görmək kimi qəbul etdilər. Çünki onlara görə bunun əksini iddia etmək Allahın görüləcəyinin inkarıdır və mövcud olmayan şey hiss edilə bilməz. Yəni biri Allah cisim deyil deyə ona görə bilmərik dedi. Digəri isə Allah cisimdir, biz cisimləri görə bilirik, eləcə də ona görə Allahı görəcəyik dedilər. Beləliklə Allahın görülməsini cisimlərin görülməsinə bənzədərək ağıllarına görə Allah Taalanı tənzih etdilər. Öz düşüncələrine görə Allahı güya nöqsan sifətlərdən uzaq tutdular. İmam Tahavi rahmehullah bu məzhəblərin ikisini də rədd etmiş və bunu belə ifadə etmişdir. Kim görməni inkar edərək və ya bu görməni yaradılmışlara bənzədərək Allahı tənzih etməyə çalışarsa, haqq yoldan çıxmışdır və tənzihdə məqsədinə çatmamışdır. Beləliklə onun cəhdi boşa çıxmışdır. Çünki əziz və uca olan Rəbbimiz vəhdaniyyət sifətləri ilə və fərdani keyfiyyətlərlə vəsflənmişdir. İmam Tahavi bunun şərhində qeyd edir ki, hər mövcud olanın da görülməsi imkansız deyildir. O varlıq varsa, mövcuddursa, o mütləq bu dünyada olmasa da ahirətdə görülə bilər. Əqli olaraq bu şəkildə. Ümumiyyətlə, kəlamçıların olsun, istər mötəzilənin olsun, istər İslam filosoflarının olsun, hər hansı bir məsələyə, bir hadisəyə rəy bildirəcəklərsə, onu birinci növbədə əqli süzgərdən keçirib, əql buna imkan verirsə, o zaman qəbul edirlər. Ondan sonra mümkünlüyünü, daha doğrusu vaqi olacağını, baş verəcəyini Quran və sünnədən dəlil olaraq göstərirlər. Əgər ağıl onu qəbul etmirsə, o işə girişməzlər, onu həmən tərk edərdilər. Məsələn, haşa tutalım ki, Quran desəydi ki, haşa belə bir şey olub mümkün deyildir.
Allah ikidir desəydi, bizim ağlımız onu qəbul etmədiyi üçün deyəcək ki, yox, bu Quran doğru deyildir. Amma Allah təbii ki, Quran başdan sona Allahın tək olduğunu deyir. Məsələn, biz bir Hristiyanın onların göndərilən kitabının adı İncil, Tövratda Musa Aleyhisselam'a göndərilən dinin əslində pozulmuş halıdır. Bu hal-hazırda o kitablar tərif olmuşdur. Nəyə görə biz o kitabları qəbul etmirik? Çünki ağıl və məntiq Allahın üç olduğunu qəbul etmir. Bir Allah üç ola bilməz. Yaradan üç ola bilməz. Bu mövzuları əvvəldə işləmişdik, çox dərinə girmirik. Yəni deməyim odur ki, metod bundan ibarətdir. Birinci, əqli süzgəcdən keçməyən bir şey, çünki bu din bizim ağlımıza nazil olmuşdur. Oradan keçməyən bir şey, biz onu qəbul etmirik. Ümumiyyətlə, kəlamçıların metodu da bu belədir, Mötəzilənin də metodu budur, İslam filosoflarının da metodu bu şəkildə olmuşdur. Məxluqlardan heç biri onun bənzəri deyildir. Şərhdə qeyd edilir ki, bu sözü müşəbbihənin düşüncəsini inkar etdiyinə işarə edilmişdir. Müşəbbihə nədir? Allahı şəkilləndirərək inanan məzhəbin adıdır. Məxluqatı görməklə bağlı qarşısında olma və özünə işığın təmas etməsi kimi qəbul edilən ünsürlər Allahı görməklə bağlı düşünülə bilməz. Cənnət əhli onu dünyada necə keyfiyyətsiz, əhatə olmadan tanıdıqları kimi, axirətdə də eləcə əhatə olmadan keyfiyyətsiz olaraq görəcəklər. Necə ki, biz inanırıq ki, Allah Taala tərəflərdən münezzəhdir. Yəni, Allahın sağı, solu, yuxarısı, aşağısı, önü, arxası yoxdur. Bu, məxluqata aid olan sifətlərdir. Onu biz bu şəkildə inandığımız üçün Allah Taala'nın da axirətdən görülməsini bu şəkildə məxluqata xas olan xüsusiyyətlərdən münezzəh olaraq görəcəyimizi inanırıq, deyir İmam Tahavi. Allah Taala bütün tərkib növlərindən münezzəh fərddir. Hər bir tərkibli varlıq öz hissələrindən asılıdır və hər asılı olan da mümkün varlıqdır. Yəni, Allah Taala tərkibdən münezzəhdir demək, o deməkdir ki, yəni Allah hissələrdən, parçalardan ibarət deyildir. Məsələn, qarşındakı telefon hissələrdən, parçalardan ibarətdir. Onun hansı bir parçasını götürdüyün zaman o telefon olmur, telefon olmaqdan çıxır. Allah da parçalardan, hissələrdən ibarət bir varlıq olaraq düşünülsək, haşa, o zaman o da mümkün varlıqlardan sayılır. Mümkün varlıqlar nə deməkdir? Yəni, ola da bilər, olmaya da bilər. Amma Allahın varlığı isə vacib varlıqdır. Yəni, Allahın yoxluğu düşünülə bilməz. Məxluqatın olmaması düşünülə bilər, çünki məxluqat olmadan Allah var idi. Amma Allahın olmaması əqlən də mümkün deyildir. Allahın varlığı vacibdir. Allah Taala hüdudlardan, uc nöqtələrdən, hissələrdən, üzvlərdən və əşyalardan münezzəhdir, uzaqdır. Şərhində qeyd edilir ki, çünki həd sözü məhdudiyyətli olanın vəsfidir. Hüdudların içərisinə həbs edilmiş və hüdudların təzyiqi altında qapalı qalmış olur. Halbuki, qahhar olan Allah əsla hüdudlandırıla bilməz. Biz deyirik ki, bu qarşındakı masa oradan bura qədərdir. Hüdudlar verir ona. Bu ölçüdədir, deyirik. Düzümü? Nə bilim, bina haqqında deyirik ki, hündürlüyü bu qədərdir. Yaxud da yer kürəsi buradan neçə kilometr hesablayırsan, diametri budur və s. Yəni, bu hüdudları olan nəyə aiddir? Məxluqata aiddir sadəcə olaraq. Uc nöqtə isə son deməkdir. Yəni, bir şeyin sonu varsa, ondan o yanası yoxdur deməkdir. Hissələr və üzvlər cisimlərin xüsusiyyətlərdir. Bütün bunlar dediklərimiz hamısı cisimlərə aid xüsusiyyətlərdir. Qədim olan Allah Subhanahu Taala bütün bu sifətlərdən münezzəhdir. Quranda qeyd edilir ki, məsələn, burada yəd sifəti keçir ki, əl mənasına gəlir, vəcih, üz mənasına gəlir, ayn, göz mənasına gəlir, qədəm, ricil, ayaq mənasına gəlir, məsələn, isbə', barmaq mənasına gəlir. Bunlar Allah haqqında işlənmişdir Quranda. Bu kəlmələr Allah haqqında Quranda işlənmişdir. Amma eyni zamanda Quranda belə bir möhkəm bir ayət var.
Leysə kəmisluhu şeyun. Onun bənzəri yoxdur. Demək, bu iki ayəni, bu sifətləri və bir də Allahın bu möhkəm ayətini birləşdiyimiz zaman alimlər deyirlər ki, bu cür Allaha vəsf olunan sifətlər Allahın nöqsan olan sifət deyildir. Sadəcə olaraq biz mahiyyətini bilmərik. Bunun mənasını Allaha həvalə edirik. Amma bildiyimiz kimi biz əl deyərkən bilirik ki, bu əl köməkçi vasitədir, orqandır, üzvüdür, parçalardan ibarətdir, içində damarı var, nə bilim, və s. və digər varlıqlarda da həmçinin. Allah haqqında isə belə danışmırıq. Yəd deyirik, tərcümə etmədən də mənasını Allaha həvalə edirik. İlk dönəm alimləri, mütəqaddim imamlar belə demişdir. Amma biraz sonraki alimlər buna biraz açıqlama gətirmişlər. Mütəaxirin alimlər demişlər ki, məna vermişlər. Yəd deyərkən, əslində, məsələn, Allahın əli onların əlləri üzərindədir. Deyərkən, Allahın gücü, qüdrəti onlarladır. Allah onları qoruyur mənasında belə bir təbir vermişlər. Amma əlbəttə ki, bu təbiri verərkən də %100 bu mənaya gəlir deməmişlər. Bunu da müşəbbihəyə, mücəssiməyə cavab olaraq demişlər ki, yəni siz Allah cisim olaraq təsəvvür edirsiniz. Bu əslində belə deyildir. Bu ərəb dilində hər dildə olduğu kimi ərəb dilində də məcazlar çoxdur. Məcazi mənalarda işlənə də bilər. Çünki Allahın cisim olaraq qəbul edilməsi o nəticəyə gətirib çıxardır ki, Allah yaradılmışdır, yaradılmış sözünə gətirib çıxardır cisim. Çünki cisimlər yaradılmış varlıqlardır. Allah da bu nöqtəyə gətirib çıxarar ki, bu düşüncə, bu da Allahı tənzih etməkdən uzaq düşüncədir. Yaradılanlar bir şeyi əhatə etdiyi kimi, altı tərəf Allahı əhatə etməz. Çünki Allah Teala ona bənzər heç bir şey yoxdur ayəsində özünün bir şeyə bənzədilməsini inkar edir. Tərəflər və məkanların isbatında cisimlərə bənzərliyin isbatı vardır. Allaha cəhətlərlə vəsf etmək bu tərəflərin onu əhatə etməsi mənasına gələr. Məkanla vəsf olması isə uca Allahın məkana ehtiyacı olduğunu isbat edər. Belə ki, bütün bunlarla onun yaranmış olduğunu qəbul edib, əbədiliyini inkar etmiş oluruq. Tərəflər və məkanlar aləmin parçalarıdır. Lakin o aləmdən və hissələrdən ehtiyatsızdır. Çünki altı tərəf yaranmış olan bir şeydir və xəlq olmuş aləmin vəsflərindəndir. Yaradılmış aləmlərin vəsflərindəndir. Yəni tərəf, söhbət tərəfdən gedir. Allah qədimdir. Yəni başlanğıcı yoxdur. Məkan və zaman yox ikən o var idi, Allah var ikən onunla birlikdə heç bir şey yox idi. Allah Teala'nın əzəldən cəhətləri, yəni istiqamətləri olmadığı üçün istiqaməti olmamışdır. Yəni məxluqatı yaranandan sonra onda belə deyək cəhətlər yarandı, yuxarı aşağı, bəzən deyirlər Allah göydədir, istiqamət verirlər. Axı deyir Allah cəhətlərdən münezzəhdir. Allah o məxluqat olmamışdan öncə, məkan olmamışdan öncə Allah var idi axı. Nə oldu? Yəni Allah məxluqatı yaradandan sonra cəhətlərə belə deyək, cəhətlə vəsf olundu. Əgər o cəhətləri xəlq etdikdən sonra orada yerləşsəydi, özünə yerdəyişmə nisbət etmiş olardı. Dəyişikliklər və yerdəyişmələr yaranmışların əlamətlərindən olub Allah Teala bunlardan ucadır. Mücəssimlər mətinlərin, yəni Quranın ayələrinin hərfi mənalarına əsaslandırırlar. Yəni Quranda əgər vəcih kəlməsi keçsə, üz kəlməsi keçsə, vəssalam, demək Allahın üzü var. Ayn kəlməsi, göz kəlməsi keçsə, demək Allahın gözü var. Yer kəlməsi, əl keçsə, demək əli var. Hərfi mənaya belə deyək də ilişib qaldılar, işin həqiqətini anlamadılar. O şəkildə anlamaq isə insanı Allahın cisim olması təsəvvürünü yaradır ki, bu isə Allahın nöqsan sifət vermək olur. Cisimlər sonradan yaranmış varlıqlardır, parçalanandır, bölünəndir. Allah isə belə şeylərdən müəzzəhdir. Demək, rüəyyətullah məsələsi gəlib, məsələ bura kimi gəldi, çıxdı. Əhl-i sünnənin, istər əşəri və məhdudilər olsun, Allahın istərsə bugünkü
sələfilər olsun. Onlar da Allahın ahirətdə görülməsini qəbul edirlər. Yəni, amma bunun əksini söyləyən Mütəzili olubdur. Allah görülməz. Ahirətdə belə görülməz demişlər. Sonra İslam filosofları da görülməz demişlər. Şiələr də görülməz demişlər. Bir də bəzi mutasavvıflar, təsavvuf əhli də görülməz demişlər. Əhl-i-Sünnənin görüşü budur. Öncə bu görüş hədis əhli ilə, belə deyək, onlarla başladı, hədis əhli ilə başladı, həmbəlilərlə başladı. Ondan sonra bu görüş Əşarilər və Mətudilər də davam etdirirlər. Amma dediyim ki, eyni dövrdə də müxtəlif tarix boyu mübahisələr getdi. Allahın görülməməsi məsələsi. Bu da, belə deyək, ən dərin mübahisələrdən biridir.